Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin aparıcısı Zaur Bəxşəliyev verilişe yeni gelen Sabinədən danışıb. O, Səbinənin də çətin həyatı olduğunu bildirib, amma İlahənin qızı olması barədə heç bir məlumat verməyib. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. Siz təsəvvür edin ki, onun əgər təhsili olsaydı, onun əgər diplomu olsaydı, onun əgər bir savadı olsaydı, onun əgər bir arxasında dayanan, sevgi veren, yani söhbət maddi baxımdan yox, sevgi veren bir insan olsaydı, o biz haralarda ola bilərdi. Təsəvvür edebilirsiniz mi? Buna efirdədir. Əvvəla Səbinə onda balaca olubdu. Biz onunla da bugün efirdə danışacağıq biz bu barədə. Səbinə onda balaca olubdu. Ola bilər ki, heç o dediyi kimi deyil, keçmişdə olan kimi deyil və yaxud da ki, doğrudan da elə olubdu. Amma mən istəmirəm ki, o keçmiş travmaları ilə yaşasın. Bilirsiniz, bir insanın həyatında keçmişində nə olubsa, onu tökməklə o daha da qayıdır həmin illərə. Ona görə nə mənası var. Həm də biraz belə iğrənc mövzudur da, yəni xoşa gələn mövzu deyil axı. Yəni o qız o ampulada qalmış olsaydı, o ampuladan çıxmasaydı mən də yaxın durmazdım bəlkə də, amma axı özünü çıxardı bu vəziyyətdə. Hər kəsin bu həyatda ehtiyacı var. Bax, bugün Nail Kəmərlinin yəqin ki, səhifəsində görmüşsünüz. Nail Kəmərlinin bizim dəyərli dostumuzun, mənim də oradan da çox sayğı duyduğum bir insandır. Nail Kəmərlinin çəkdiyi bir xanım var. İnşallah onu dəvət eləyəcəyik, ona kömək eləməyə çalışacağıq. Hər cür insan var da, hər cür insan var. Hər cürəsi gəlir bizim verilişə.